Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün dissosiasiya bölməsində 51-ci sualın ən asan qaydada izahını verəcəm inşallah. Deməli, bizə ionları verib və n sayda miqdarını verib. Mən n-in yerinə hesablama rahat olsun deyə bir qiymətini daxil edəcəm uşaqlar. Onda necə olacaq natrium 2,5 vurulsun 1, sulfat necə olacaq? Olacaq ilə 1 mol. Daha sonra diqqət nəyə edirəm? Görürəm ki, natrium 2 SO4-də 2 dənə natrium OH-da isə 1 dənə natrium var. Düz deyil. Onda mən bura 1 qiymətini qoysam, option natrium hidroksidə 10,5 qiymətini qoysam, görürəm ki, burada 2 dənə natrium, burada isə natrium hidroksidə 10,5 dənə natrium. Ümumilikdə 2,5 natrium ionunun sayın şərtini ödəyir və daha sonra SO4-ə fikir verim. Elə 1 mol natrium sulfatda bir dənə də SO4 ionu var. Yəni şərtim ödəndi. Buradan artıq məlum oldu ki, 1 mol natrium sulfat, onda 5 mol natrium hidroksid var. Yəni ki, bunların kütlə nisbəti necə olacaq? Natrium sulfat 142 qram, onda 5 mol natrium hidroksidi eləyəcək 20 qram. Bunların nisbətini soruşur. Olacaq 142 bölünsün 20, bu da eləyəcək 7,1. Doğru cavab.